Türk dilinin kifayət qədər balaca coğrafiyada yayılmağıdır. Məsələn, Türkiyədə universitetlərin bir çoxunda, hətta ingilis dilində təhsil alsanız belə, müəyyən faiz türk dilində keçirsiniz bəzi fənləri və türk dilinin bir o qədər də yararlı olmamağıdır məsələ. Yəni siz əgər Türkiyədə təhsil alırsınızsa, türk dilində təhsil alırsınızsa, müəyyən belə deyək, orada teoriyalar var ki, müəyyən texniki adlar olur müəyyən sahələrdə və onu siz türk dilində öyrənirsiniz. Və gələcəkdə də siz bunu Türkiyədə əgər praktikadan keçirə bilməyəcəksinizsə, gəlib Azərbaycanda keçirəsinizsə, bu müəyyən qədər tələbələrə çətinlik yaradır və Azərbaycanın da qıraq harda, yəni siz bunu praktika edə bilərsiniz. Çünki türk dilinin əsas dil olaraq fəaliyyət göstərdiyi ölkə yalnız Türkiyədir və bağımsız olaraq belə də hələ də tam olaraq ölkə olaraq tanınmayan Kipirdədir. Və bu iki ölkədən başqa siz hansısa ölkəyə gedib türk dilini bilərək bir o qədər də çox avantajlara çıxmırsınız. Yəni türk dilinin zəif coğrafiyasının olmağı mənim fikrimcə digər bir mənfi tərəfdir.